Herkese salam, mən psixoloq Ləman Əziz. Bugün sizi psixologiya tarixinin bəlkə də ən az qiymətləndirilən, amma ən dahi qadınlarından biri ilə tanış etmək istəyirəm. Adətən inkişaf psixologiyası dedikdə hamının ağlına ilk olaraq Jean Piaget gəlir. Amma Piaget'in nəzəriyyələrinin arxasında dayanan o möhtəşəm laboratoriya beyni kimidir? Bugün diqqət mərkəzimizdə Bärbel Inhelder'dir. O sadəcə Piaget'in köməkçisi deyil, uşaq təfəkkürünü fəlsəfədən çıxarıb ciddi bir elmə çevirən əsl eksperiment memarıdır. Inhelder olmasaydı, Piaget nəzəriyyələri bəlkə də sadəcə kağız üzərində gözəl görünən fəlsəfi nəzəriyyələr olaraq qalacaqdı. Inhelder isə bu ideyaları ölçülə bilən, sınaqdan keçirilən bir reallığa çevirdi. O, uşaqların necə düşündüyünü anlamaq üçün onlarla testlər və eksperimentlər hazırladı. Məsələn, onun 1955-ci ildə Piaget ilə yazdığı Məntiqi təfəkkürün inkişafı kitabı bu sahədə əsl inqilab idi. Bilirsiniz, Inhelder'ın ən böyük töhfələrindən biri yeniyetməlik dövrünə baxışımızı dəyişməsi oldu. O sübut etdi ki, 11-12 yaşdan sonra uşaqlarda formal operasiyalar mərhələsi başlayır. Yaxşı, bəs bu nə deməkdir? Bu o deməkdir ki, yeniyetmə artıq yalnız gözü ilə gördüyü konkret əşyalar haqqında deyil. Həm də mücərrəd ideyalar və əgər belə olsa onda nə olar tipli fərziyyələr üzərində düşünə bilir. Bu, əslində elmi təfəkkürün təməlidir. Gəlin onun məşhur eksperimentlərinə baxaq. Bugün psixologiya dərsliklərində gördüyünüz bir çox testin dizayneri məhz odur. Birincisi, rəqqas təcrübəsi. Uşağa bir rəqqasın yellənmə sürətinə nəyin təsir etdiyini tapmaq tapşırılır. Kiçik uşaqlar çaşbaş qaldığı halda Inhelder müşahidə etdi ki, formal operasiya mərhələsində olan yeniyetmələr dəyişənləri bir-bir yoxlayaraq elmi nəticəyə gəlirlər. İkincisi, rəngsiz mayələr. Müəyyən bir rəngi almaq üçün fərqli mayələri qarışdırmaq lazımdır. Balaca uşaqlar bunu təsadüfi edir. Amma yeniyetmələr bütün mümkün kombinasiyaları sistemli şəkildə yoxlayırlar. Inhelder həm də inkişafın dinamikasına fərqli bir rəng qatdı. O inanırdı ki, uşaqlar kognitiv ziddiyyət vasitəsilə öyrənirlər. Yəni, əgər uşaq köhnə bilikləri ilə həll edə bilmədiyi bir problemlə qarşılaşarsa, yaranan bu ziddiyyət onu yeni və daha yüksək bir düşüncə səviyyəsinə keçməyə məcbur edir. Bugün təhsil sistemində istifadə olunan bir çox metodun kökündə məhz bu fikir dayanır. Həyatının son illərində Inhelder informasiya emalı yanaşmasına maraq göstərdi. O, uşaqların problemləri həll edərkən hansı kiçik strategiyalardan istifadə etdiyini araşdırırdı. Maraqlıdır ki, onun bu tədqiqatları insan beyninin məlumatı necə kodlaşdırdığını araşdıran erkən kognitiv elmlər və hətta süni intellekt modelləri üçün zəmin hazırladı. Bärbel Inhelder sadəcə böyük bir alimin tərəfdaşı deyildi. O, Harvard Universitetində dəvətli professor olan ilk qadınlardan biri idi. O, psixologiyanın laboratoriya ciddiyyətinə gətirən, fərdi uşaqların fərqli həll yollarını təhlil edən bir pioner idi. Bugün müasir təhsil sistemimiz və kurikulumlarımız onun sübut etdiyi abstrakt təfəkkür qanununa uyğunluqları üzərində qurulub. Əgər bugün övladlarımızın elmi təfəkkürünü və yaradıcı problem həll etmə bacarıqlarını qiymətləndirə biliriksə, buna görə bu dahi qadına minnətdarıq. İzlədiyiniz və dəstək olduğunuz üçün təşəkkürlər.